Əziz 7-ci siniflər, növbəti videomuzla davam edirik. Və bu dəfə səhifə neçədir? Bu 20-ni işləyirik. Öncəki səhifələri kanaldan izləyə bilərsiniz və videoların əvvəlində mövzuya uyğun PDF də yerləşdirirəm. Bax, bu mövzuya uyğun da PDF-im rasional ədədlərin müqayisəsi mövzusundan var. Oradakı videolara baxa bilərsiniz. Eyni zamanda bizim ödənişsiz WhatsApp qruplarımıza da qoşulun. WhatsApp qrupunun linkini açıqlamada zaten qeyd edirəm ki, orada həm KSG, BSG nümunələri, həm həmən bu PDF-lər paylaşılır. Və eyni zamanda YouTube kanalımı da böyütmək üçün sizdən abunə olmağı xahiş edirəm. 13-ə baxaq. Deməli, lövhədəki sualın cavabı ilə bağlı kimin fikri doğrudur? Siz necə fikirləşirsiniz? Deyir, 5də 1 və 4də 1 ədədləri arasında neçə rasional ədəd var? Rasional ədədləri tanıyırıq da artıq. İndi verilən birinci məsəl üçün Laliyə baxaq. Verilən ədədləri onluq kəsr şəklində deyir yazaq. Əla fikirdir. Yazdıq. İndi burada deyir 0,20 ilə 0,25 ədədləri arasında yalnız deyir 4 dənə ədəd var. Lalə belə fikirləşir. İndi ilk görünüşdə elə görünür. İndi gəl görək Anar necə fikirləşir. Anar da deyir ki, gəl ondan sonra məxrəcləri minə aparaq. Bu da yaxşı fikirdir. Və görək ki, əslində 1000-200 ilə 1250 arasında 4-dən daha çox ədəd var. Bəli, əziz şagirdlər, Anar düz deyir. Məsələn, düşünün ki, bunun məxrəcini 10.000-ə çatdırsaz, 2000-dən 2500 bu dəfə arasında ədədlər tapın. Deməli, burada o deməkdir ki, yadınızda saxlayın. Bax, burada da yadda saxla var. 2 rasional ədəd arasında sonsuz sayda rasional ədəd var. Rasional ədəd var. Deməli, 13-ün cavabı Anar düz deyir. Yadda saxlanı qeyd elədik və 14-ə baxırıq. Deyir, verilmiş ədədlərdən hansıları ədəd oxunda -1,2, -1,3 ədədləri arasında yerləşir? Bunun üçün biz gəlin əvvəla bilirik axı bunların sonuna 0 artıra bilərik. Deməli, mən 1,2-ni -1,20 kimi, bunu isə -1,30 kimi yazıram və deməli bunlar arasında hansı yerləşirsə ona baxacam. -1,23 təbii ki də bu aralıqda var. Deməli, hansılar var, onları sarı ilə qeyd edəcəm. -1,32. Əlbəttə ki, 30-a kimidirsə bizdə, bu da 32-dirsə, bu 32-ni aşıb olmaz. İndi -1,2-yə bax, dövrdə 2-ni açsaq, bilirik ki, burada vergüldən sonra 2-lər olacaq. Yəni, məsələn, 22 kimi yaza bilərik. Təbii ki də bu da 20 ilə 30 arasında dayanır. Sonra -1,3 var. Bu isə, daha doğrusu dövrdə 3 var. Bunu isə açanda, baxın, belə olacaq. -1, 3, 3 və məsələn, 2 rəqəm götürsək, 33 olmuş olacaq. Yəni, bizimkidə 30-a kimidir. Deməli, bu yerləşmir. -1,27-yə baxaq. Təbii ki də 20 ilə 30 arasında dayanır. Və -1,4 təbii ki, burada deyil. Niyə? Bunun yanına 0 atsaq, bu 40 eləyir. Lakin bizdə maksimum 30-a qədər. Deməli, sarı ilə işarə elədiklərim bizim cavablarımızdır. 15-ə baxaq. 0,2-dən kiçik, ən böyük tam ədədi göstərin. Aha. Deməli, dəyərli şagirdlər, biz 0,2-dən kiçik, yəni, baxın, ədəd oxu çəksəm, 0 buradır, 1 buradır, 0,2 təxminən buralardadır tutaq ki. Bundan kiçik gedirəmsə, sola doğru gedirəm. Yadınızda saxlayın. Kiçik deyirsə, sola doğru gedin.
böyük deyirsə, sağa doğru gedin. İndi 0,2-dən kiçik sola doğru gedəndə ən birinci qarşımıza hansı tam ədəd çıxır? Təbii ki də 0 çıxır. Deməli, bunun cavabı oldu 0. Mən bu hissəni təmizləyirəm. Bunun cavabı oldu 0. İndi B bəndinə baxıram. -3 tam dövrdə 4. -3 tamı axtarıram. -1 tam, -2 tam, -3 tam dövrdə 4 də təxminən buralardadır. İndi buradan amma böyük deyir. Nə dedim böyük olanda? Hara gedək? Sağa gedək. Deməli, bax, buradan sağa gedəndə elə ilk qabağımıza -3-ün özü çıxmayacaq. Bəli, vəssalam da. Və oldu nə? -3. Yəni, ilk qarşınıza çıxan ədədi götürürsünüz. C-də -1,5 deyir. Deməli, -1, -1,5 buralardadır. Nə deyir? Böyük deyir. Hara gedəcəm? Sağa. Sağa gedəndə elə ilk tam ədəd hansı çıxır qarşımıza? -1 çıxır. Düzdürmü? İndi bizə də deyir ki, bundan böyük və -1,4-dən kiçik, amma 3 ədəd yaz. Deməli, biz əslində tam ədədi yox. Qoy, mən buranı indi bir dənə silim, təzə bir ox çəkəcəm ki, siz onu tam gözəl başa düşəsiniz. Baxın, dəyərli şagirdlər, biraz o hissəni iri çəkəcəm də. Bax, -1 bura olsun, -2 bura olsun. Heç ədəd oxunda göstərmirəm, deyəm. Çünki ədəd oxunda bölgülər biraz böyüyəcək. Bax, biz bundan əvvəlki ədəd 14-də biz necə tapdıq bunlar arasında ədədləri? Bura bir 0 atdım, bura bir 0 atdım. Belə çıxır ki, elə bir bax, bu -1 tam %40'dır, bu -1 tam %50'dir də. Bunlar arasında 3 ədəd yaz deyirsə, məsələn, -1 tam %41 yazarsan, -1 tam %42 yazarsan, -1 tam %43 yazarsan. Belə, 1 tam %43. Heç ədəd oxu çəkmədik. Növbəti 6-da 1-dən böyük, 5-də 1-dən kiçik, 4 ədəd yaz. Aha. İndi biz bunların, belə deyim, onluq kəsrədə çevirə bilərik. Amma, belə deyim, ortaq məxrəcə də gətirə bilərik. Ortaq məxrəcə də gətirə bilərik. Gəlin, ortaq məxrəcə gətirmək yolundan istifadə edək. Və yaxud da dediyim kimi, onluq kəsrə də çevirə bilərsən. Onluq kəsrə çevirəndə sadəcə bu necə yerləşəcək? Sonsuz kimi yerləşəcək. Gəlin, 2 variantı da deyim hətta. Bax, birinci variant onluq kəsrə çevirək. Onluq kəsrə çevirəndə 1-i 6-ya böləndə 0 tam bir dəfə düşəcək. Deməli, sonra orada düşəcək, bax, belə 6, 6, 6 və s. Bunu onluq kəsrə çevirəndə isə, bu bilirik ki, sonlu onluq kəsrə çevrilir. Sadəcə 0,2 yazmaq olar. İndi bax, mən bunun sonuna 2 0 artırıram ki, burada da 3 rəqəm istifadə elədim. Axı, burada da 3 rəqəm olsun. İndi 0 tam, elə bir, bax, siz odaqlanın 166-ya. Bu isə 200-dür. İndi 0 tam 166 ilə 200 arasında nələr dayanır? Gəl, baxaq. 0 tam 167 dayanır. 0 tam, məsələn, 170 var. 0 tam 180 var. Nə istəyir bizdən? 4 dənə. 0 tam 185 var. Məsələn, bax, ürəyini istədiyiniz başqa 4 rəqəmi də yaza bilərsiniz. Ha, o da var. Bunlar kifayət edir. Heç ortaq məxrəcə onda gətirmirəm. Bu daha rahat oldu. Sonra nə deyir? Səhvi düzəlt. Bu, bilmirəm, tapşırıqdırmı, yoxsa yox. Gəlin, baxaq. -2,3 modul böyükdür, -1,8. Bunu artıq biz bilirik. Lakin, burada deyir ki, olduğu üçün, bu deyir belə olduğu üçün, demək ki, bu da bundan böyükdür. Əlbəttə ki, xeyir, biz
dediyim kimi dərsin PDF-ində də qeyd eləmişəm ki, modulu böyük olan mənfi əksinə kiçikdir. Deməli, sən burada bunu kiçik olaraq düzəltməlisən. B bəndinə baxaq. 2-də 1 bərabərdir 16-da 8, yəni məxrəci 16-ya gətiriblər, burada 8-ə vurublar, tamam. Burada da məxrəci 2-yə gətiriblər, bu da tamam. Və 16-da 8, 16-da 14 olduğu üçün 2-də 1 ilə 8-də 7 ədədləri arasında deyir, cəmi 5 ədəd var. Xeyr, biz bayaqları hətta yadda saxla da dedik ki, 2 rasional ədəd arasında sonsuz ədəd var. Bax, bu səhvin cavabı budur. İndi necə? Müəllim deyər ki, nə bilirsən, necə? Deyirsən ki, ay müəllim, bunları təkcə 16-ya deyil, başqa məxrəzlərə gətirəndə, məxrəzlər böyüdükcə ədədlər arasında daha çox ədəd yerləşdiyini görmək olar. Dediyim kimi, yadda saxla nümunəsində də zaten o var. Bəli, keçək məsələ həllinə. Deməli, bizə deyir ki, Səbinənin fikrində tutduğu ədəd məxrəci 24-də bərabər olan kəsirdir. Məsələn də, indi 24-də neçədirsə, o deməkdir. Və bu kəsir deyir amma ki, mənfi 3-də 1-dən böyükdür, 4-də 1-dən kiçikdir. Onda mən neyniyərəm? Tez bunun məxrəzlərini 24-də gətirərəm. Bunun sürət və məxrəzini 8-ə vuraram, bununkunu 6-ya vuraram. Deməli, alınır mənfi 24-də 8 bu, mənfi 24-də 6 da bu. İndi mənim bu deyir ki, bu Səbinənin tutduğu ədəd, bax bunların arasında bir ədəddir. İndi deyir ki, Səbinə fikrində hansı rasional ədədi tutub? Təbii ki, mənfi 24-də 8 ilə mənfi 24-də 6 ədədləri arasında mənfi 24-də 7 ədədimiz var. Məsələ 17. Tərkibindəki duzun nisbətindən asılı olaraq dəniz suyunun donma temperaturu müxtəlif olur. Yəni, duzluğu bəzən, belə deyim də, hansısa dənizlərdə çox olur, hansı dənizlərdə az olur və s. Burada da bizə cədvəldə göstərilib ki, donma temperaturları duzluluğu çox olan, bax, buradan siz özünüz üçün məlumat da öyrənin, su daha aşağı temperaturda donur. Cədvəldə bəzi dənizlərdəki suyun donma temperaturu verilib. İndi A bəndində bizdən soruşulur. Verilənləri ədəd oxunda necə təsvir etmək olar? Çox gözəl təsvir etmək olar. Necə? Gəl baxaq. Deməli, ədəd oxumuzu çəkirik. Ədəd oxumuzu çəkirik. Tutaq ki, burada 0 yansın və mənim 0-a ən yaxın olanım hansıdır? Mənfi 0,5. Mənfi 0,5 təxminən burada. Bu nə idi? Xəzər. Aha. Sonra Azov mənfi 0,7. Biraz daha sola gedirik. Mən biraz iri çəkirəm ki, yazmağı eləyə bilim. Azov və sonra daha sola isə biraz daha gedək. Mənfi 1,9-da isə Yapon dənizi var. İndi bu A bəndinin cavabı idi. Deyir, ədəd oxunda göstər, göstərdik. Burada da mənfi 1 yerləşəcək. Çünki bundan sonraya getmişik. Siz damalı dəftərdə bölgüləri eyni götürün. B bəndində donma temperaturunun artmasına görə dəniz adlarını necə sıralamaq olar? Zaten sıralamışam. Elə B bəndinin cavabı da yazılıb. Və necə sıralamışam? Deyir, necə sıralamaq olar? Deyirik ki, deməli, ən kiçik ədəddən ən böyük ədədə düzdük. Deməli, 0-a yaxın olan ədəd Xəzər, sonra Azov, sonra da Yapon yerləşdi. C bəndinə baxaq. Hansı dənizin suyu daha duzludur?
Deməli, əziz şagirdlər, bu bizə deyirdi ki, baxın, məsələyə qayıdaq. Duzluluğu çox olan su daha aşağı temperaturda donur. Daha aşağı, yəni elə bir daha böyük mənfisi də o deməkdir. Daha böyük mənfi hardadır? Mənfi 1,9-da. Deməli, hansı dənizin suyu daha duzluymuş? Yapon dənizinin suyu daha duzluymuş. Növbəti məsələ həllində növbəti videoda görüşərik.